Salam hamınız əziz dostlar. Gördüğünüz kimi bugün şahmat oyunuyla yeniden sizin karşınızdayım. Ve Hindistan rəqibimizə qarşı oynadığımız bir oyundur. Ağlarda mənəm Nəbiyev, qaralarda isə rəqibimiz Hindistan rəqibimizdir. Əziz dostlar, belə videoların gəlməni istəyirsinizsə bəyənməyi, abunə olmağı unutmayın. Və nə kimi şahmat videoları istəyirsinizsə mənə yorumlarda yaza bilərsiniz. Mən sizin yorumlarınıza cavab verəcəm. Analizimize başlayaq. Mən Y4 giriş etmişəm. Rəqib isə vəzir qambiti. Mən isə qambiti qəbul edib piyadanı götürdüm. Rəqib isə öz vəziri ilə mənim piyadamı götürdü. Və mən deməli dostlar, burada normalda vəzir qanadına ata çıxmaq vəzir özüm eləməliyim. Amma mən sağdan ata çıxdım. Yəni standart gediş etmədim. Yəni klassik gediş etmədim. Rəqib isə burada vəziri geriyə qayıdır. Mən isə indi rəqibin gözlədiyi həmləni at C3 həmləsini indi çıxıram əziz dostlar. Rəqib isə fil ilə atımı hücum eləyir. Mən atımı qoruyuram. Burada daşları dəyişirik gördüyünüz kimi. Və rəqib isə artıq atını oyuna çıxdı. Mən isə piyadanı mərkəzə yerləşdirdim ki, artıq mərkəzi tuta bilim. Rəqib növbəti atını çıxır. Mən isə filmi çıxarıb piyadanın qorumasını artırıram. Rəqib piyadası ilə irəli gəlir. Və mən deməli, burada əziz dostlar, piyada H3 eləməmin səbəbi odur ki, rəqib öz atını qarşıya gəlib mənə hücum edə bilməsin. Yəni qara filmə hücum eləməsin. Rəqib isə atını mərkəzə yerləşdirir və mən solda piyadamı, yəni A3 gedişini edirəm. Buna sonra gördüyünüz kimi rəqib atları dəyişir. Mən də piyada ilə atını götürürəm. Rəqib atını irəli gəldi. Mən isə kiçik qala qurmanı yerinə yetirdim. Və rəqib mərkəzdə piyadama hücum edir. Mən isə yəni mərkəzi öz filmi mərkəzə qoymaq üçün onun piyadasını götürmürəm ki, öz filmi mərkəzə qoya bilim. Topumu gördüyünüz kimi Y1 xanasına gəlirəm və rəqib piyadanı götürür. Mən isə fillə götürürəm ki, yəni qara film mərkəzdə olsun. Bu çox mükəmməl bir pozisyondur əziz dostlar. Və rəqib atı ilə həm filə, həm topa hücum edir. Mən isə topu müdafiə alıram. Rəqib filmi götürür, mən də atını götürürəm. Və o mənim piyadama hücum eləyir. Mən isə filmlə gördüyünüz kimi rəqibin boşluq qalan piyadasını götürdüm. Rəqib isə topu ilə mənim filmə hücum edir. Və bu zaman mən fili geriyə çəkirəm. Rəqib topları dəyişir. Mən də vəzirlə onun topunu götürürəm. Bundan sonra dostlar, rəqib artıq öz vəziri ilə hücuma keçməyə qərar alır. Mən isə vəzirlə rəqibə şah verirəm. Rəqib şahını qaçır və bir daha piyadanı götürərək şah verirəm və rəqib yenidən şahını digər xanaya qaçır. Həm burada piyada ilə rəqibin piyadasını götürüb şah verirəm. Şah piyadamı götürəmir. Çünki qala mənim piyadamı qoruyur. Şah məcburdur qaçsın. Və mən artıq vəziri bu xanaya gəldim ki, həm piyadanı qoruyuram, həm də piyadanı artıq irəli hərəkət etdirərək açaraq şah deyirlər buna, açaraq şah verəcəm rəqibə. Rəqib boşda bir piyadanı irəli gəldi. Mən isə açaraq şah verdim. Rəqib piyada ilə bağladı. Və mən rəqibin bağlamada olan piyadasını istifadə edərək ağ filmi piyadanın qarşısına qoydum. Rəqib mənim filmi götürə bilmir. Çünki rəqibin piyadası bağlamadadır. Mən vəzirlə həmin xanaya nəzarət edirəm deyə o piyada bağlamadadır əziz dostlar. Və rəqib burada matı görmür. Topu ilə mənim piyadama hücum edir və mən burada sonuncu gedişi edirəm və rəqibi mat elan edirəm. Çünki vəzir fil tərəfindən qorunur, şah vəziri götürə bilməz. Şahın gedəcəyi bütün xanalar vəzir tərəfindən nəzarət olunur. Ona görə də əziz dostlar, burada artıq mata heç bir çarə yoxdur. Gördüyünüz kimi belə bir analiz oldu əziz dostlar. İzlədiyiniz üçün hamınıza təşəkkür edirəm. İzləmədə qalın.